Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayev, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev və Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Samir Rzayev dövlətimizin başçısına və birinci xanıma mərkəzin fəaliyyəti barədə məlumat verdilər. Beynəlxalq Təlim Mərkəzi Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının ərazisində yaradılıb. Mərkəz, uçuş heyətinin fövqəladə vəziyyətlər üzrə hazırlığı, eləcə də hava hərəkətini idarə etmə dispetçerlərinin nəzəri və praktiki təlim üçün nəzərdə tutulub. Yeni kompleksdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının və Avropa Birliyi Aviasiya Təhlükəsizliyi Agentliyinin tələblərinə uyğun olaraq Azər Aeronaviqasiya Hava Hərəkəti İdarəsinin dispetçerləri hazırlanacaq. Bunun üçün bu sahədə dünyanın qabaqcıl aeronaviqasiya təhsil mərkəzlərindən olan DFS Alman Aeronaviqasiya Akademiyasının təhsil proqramı əsasında Aeronaviqasiya Təlim Mərkəzi fəaliyyət göstərəcək. Burada Heydər Əliyev Beynəlxalq Hava Limanının mühitini 360 dərəcə panoramik görüntü ilə əks etdirən güllə simulatoru, həmçinin hava məkanının idarə edilməsi üzrə radar simulyator kompleksi quraşdırılıb. Bu sistemlər dispetçerlərin real əməliyyat şəraiti mühitində hazırlanması üçün imkan yaradır. Real uçuşun məşq meydanı, gələcəyin pilot və dispetçerləri məhz burada yetişəcək. Milli Aviasiya Akademiyasının Beynəlxalq Təlim Mərkəzində həm Milli Pilot Yetişdirmə Məktəbimizin ənənələri davam etdiriləcək, həm də beynəlxalq standartlar tətbiq olunacaq. Mərkəzdə həmçinin hava limanlarında real iş şəraitinə uyğun müxtəlif xüsusi avtonəqliyyat vasitələri sürücülərinin bacarıqlarının təkmilləşdirilməsinə imkan verən müasir təlim kompleksi trenajyoru quraşdırılıb. Beynəlxalq Təlim Mərkəzində hər il təxminən 30 hava hərəkətini idarə etmə dispetçerinin və 3000 hava gəmisi heyətinin hazırlanması planlaşdırılır. Mərkəz müasir aviasiya sahəsinin tələblərinə uyğun olaraq kadr hazırlığını həyata keçirən ixtisaslaşmış tədris strukturu kimi aviasiya mütəxəssislərinin nəzəri biliklərlə yanaşı praktiki bacarıqlarının formalaşdırılmasında mühüm rol oynayacaq. Mərkəzin müasir texnologiyalarla təchiz olunması, burada son model uçuş simulyatorlarının quraşdırılması real uçuş şəraitinə uyğun mühitdə təcrübə qazanmağa şərait yaradır ki, bu da ümumilikdə uçuşların təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyət daşıyır. Tələbələrin hazırladığı daha bir maket Airbus A319-100 təyyarəsi. 30 dəqiqə müddətində havada qalmaq imkanı var, saatda 200 km sürətlə hərəkət edə bilir. Qarabağ etiketi ilə. Bundan başqa, mərkəz fövqəladə vəziyyətlərdə və müxtəlif qəza hallarında hava gəmisi kabininin daxilində təhlükəsizlik tədbirlərinin səmərəli icrası üçün Türkiyənin bu sahədə ixtisaslaşmış və beynəlxalq səviyyədə tanınmış şirkəti olan Sky Art tərəfindən A320, A321 Neo Seat tipli yeni nəsil hava gəmisi simülyatoru ilə təchiz edilib. Simulyatora Boeing 787 təyyarəsi üzrə qapı təlim qurğuları, həmçinin real yanğın şəraitini simulyasiya edən yeni nəsil yanğın söndürmə təlim qurğuları daxildir. Yeni təlim infrastrukturu regionda aviasiya sahəsində kadr hazırlığının, həmçinin beynəlxalq standartlara uyğun tədris imkanlarının gücləndirilməsinə, bu sahədə rəqabət qabiliyyətli milli kadr potensialının formalaşmasına mühüm töhfə verəcək.